Bunu hardan nəql edirəm? Şeyx Saduq İbn Şəhraşubdan nəql edir Əllamə Məclisi Əbu Reyhan Biruni. Deyirlər, Ərbəin günü də xüsusi olmasının bir xüsusiyyəti də budur ki, o gün İmam Hüseyin əleyhissalamın başı dəfn olunub orada. Camaat gedir ha. Bir mənası da odur. 5 dənə dəlil dedim sizə, əlhəmdülillah. Allah qəbul eləsin. Əlinizə sübut olsun. Niyə bu Ərbəin? Bu Ərbəin dünya getdikcə çoxalacaq. Bu Ərbəin dünyanı fəth eləyəcək. Dünyanın gözü Ərbəyindədir. Dünya belə şeylər görür, dəhşətə gəlir. Hamıda sual yaranır ki, dünyada bu kimdir? Təsəvvür bax, milyonlarla insan yığışır, sual kimə yığışır, nə məsələdir? Niyə gedirlər ki, nə olub ki? Peyğəmbər balasını şəhid ediblər. Nə zaman? 14 əsr bundan öncə. 14 əsrində bundan öncə indi gedirlər, bəli. Bu nə qədər üstün adamdır, bu nə qədər əzəmətli adamdır. Bu kimin axı belə? Başa düşünməyə, düşünmək, axtarış edirlər, axtarırlar və oxuyurlar və eşidirlər. Get-gedə mərifət, zaten də içdə bir fitri mərifət də var. Həmən iki dənə mərifət bir-birinə qarışır, Hüseynə məhəbbət yaranır. Hüseynə məhəbbət yarandıqca bu məhəbbət çoxalmağa başlayır. Bu yanındakına deyir, o yanındakına deyir. Dünya get-gedə Hüseyni tanıyır. Bax, Ərbəyin budur. Və bunun başında kim dayanıb? Əsrlər dayanıb. Əsrlər kimdir? Onlar əzadarlardır. Onlar kimdir? Onlar Hüseynin də varisləridir. Ondan sonra gələn nəsil kimdir? Yenə də Aşura varisləri gedirlər, İmam Hüseynə çatdırırlar özlərini. Məsələ bu qədər mühüm. Bu qədər mühüm. Ona görə gedin ziyarət edin. O ziyarət haqqında bir iki dənə söz deyim, ondan sonra zikri müsibət oxuyayım. Sizdən də dua istəyirəm, sizdən mənə dua edin. Ki, mən bu mövzunun haqqını əda edə bilim. Əlhəmdülillah, silsilə ilə gəlib yetişmişik bu yerə qədər. Bu yerə qədər, Ərbəyinə qədər gəlib çatmışıq. Yaxşı. Gedin ziyarət edin İmam Hüseyni. İmam Sadiq bir nəfəri gördü, dedi, mən ləm yazur qəbrəl Hüseyn aleyhisselam fəqət xurimə xeyrən kəsirən. Nəqəsə min ömrühi sənə. Kim Hüseyni həyatında ziyarət eləməsə, Allah ondan xeyri götürər. Xeyri bərəkətin götürər. Ömründən gedər. Ömrü qısalar. Hüseyn elə bir şəxsiyyətdir. Bu hədislər elə belə sözlər deyil. İmam Sadiq bir nəfəri gördü, dedi, la tədəq ziyarətəl Hüseyn. Get ziyarət elə İmam Hüseyni. Və əmur əshabəkə bizalik. Təşviq elə insanlar İmam Hüseyin ziyarətinə. Yəmuddullah fi ömrü ki, Allah ömrü artırar. Yazidu fi rizqi ki, Allah ruzunu çoxaldar. Allah sənə xoşbəxt bir həyat verər. La təmut illa şəhidən. Şəhid kimi ölərsən, şəhid savabı ilə gedərsən bu dünyadan. Allah səni səyidlərin siyahısına yazar, xoşbəxtlərin siyahısına. İmam Sadiqdən yenə deyirəm süs hədis. Kim Hüseynin qəbrini ziyarət eləməsə, hətta yəmud kənə muntəqisəl iman. İmanı naqis bu dünyadan köçər.